Bir gün Ağcabədidən vlog çəkəcəyim heç vaxt ağlıma gəlməzdi. Amma budur, ailəvi şəkildə Kürün qırağına balıq tutmağa gedirik. Asfalt yoldan torpaq yola düşdük və təxmini 20-25 dəqiqə bu cür mənzərəli yolla böyük nəhəng ağacların içindən, sıx kolların içindən keçərək, təbii ki, maşının kənarlarını bərbad günə salaraq bu məhdəşəm mənzərəyə gəlib çatdıq. Hava çox küləkli olduğuna görə dərhal balıq tuta bilmədik. Ona görə birinci çadırımızı qurduq, ocağımızı qaladıq, ev üsulu hazırladım, kalbasanı qızardıb üzərinə yumurta vurdıq və bu şəkildə günorta yeməyimizi yola verdik. Ondan sonra samavarı qalayıb çayımızı dəmlədik. Bu müddətdə uşaqlar arxa fonda özləri üçün əyləncə tapıb təhlükəsiz ərazidə oynayırdılar. Burada isə dayandığımız yeri göstərmək istəyirəm. Sudan kifayət qədər aralı, düz, uşaqla getmək üçün ideal yerdir. Külək biraz sakitləşdikdən sonra həyatımda ilk dəfə balıq tutmağa çalışırdım. Təbii ki, heç tuta bilmədik. Sonra öz tökdüyümüz və bizdən əvvəl tökülən bütün zibilləri yığaraq ərazini təmizlədik və evə qayıtdıq. Təbiət sevərlər bu havaları qaçırmayın. Hələlik.